Yanında olmağın səbəbi fəsəvvə feilinin buna təsir edir. Səb'a, səməvatin özü izafət birləşməsidir. İzafətin birinci tərəfidir. Və səməvatin isə muzafun iləkdir. Yəni, səb'a təyinlənən, səməvatin isə təyindir, isimlə ifadə olunub və yəli və təsirli halındadır. Niyə görə? Çünki iki hallı isimdir. Və huvə bi kulli şeyin alim və o müftədadır və başlama hərfidir. Bi kulli şeyin izafət birləşməsidir. Hər şeyi bi, car məcrur muzaf, yəni bi ön qoşması, üstəgəl kulli izafətin birinci tərəfidir. Yəni, buna deyəcəyim muzaf, şeyin muzafun ileyş, yəni təyindir. Kulli üçün demək, qeyri-müəyyənlikdədir və təkdədir. Alimun, çox yaxşı biləndir, xəbərdir. Buna mübaliğəli ismi fail də deyirlər, həm də buna sifət adı da verilmişdir. İndi inşallah keçək lüğət tərkiblərinə. Lüğət tərkiblərinə keçək. Bəqərə surəsi 25-ci ayədə olan demək, nitq hissələrinə baxaq. Bəşşərə yubəşşiru, bəşarat vermək, bəşarat verir. Bəşşir, təfil babının, yəni əmridir. Bunu biz bundan qabaq ayələrdə dedim. Bəşşir, feilin ikinci babının təkidi əmr formasıdır. Amma Quranda bəşşiri şəklində gəlir. Sonra, mənası müjdə deməkdir. Yəni, xoş xəbər, müjdələ, əmrdir, müjdələ, xoş xəbər ver. Saləhə, yəsluhu, doğru oldu, salih olmaq deməkdir mənası. Sonra, əs-salihatu, salihətun,